Adamlarla mübahisə zamanı, uşaqla da danışan zaman öz bildiği onu ötürməyə çalışma. Dinlə gör nə deyir, nə istəyir, sözü nədir, fikri nədir. Tədricən sualla yönəldi onu düzgün nəticəyə, düşündürməklə yönəldi onu düzgün nəticəyə. İnsan haqqı və batili tanıyanda da belədir. İnsan haqq və batili tanısa, amma səbrlə, dözümlə insanları o haqqa yönəltməsə nəticəsi olmayacaq. Bəzən biz haqqı görürük, hövsələmiz çatmır. Deyir, sən necə görmürsən bunu? Görmür də 100 səbəb ola bilər ki, görmür. Haqqı hövsələsiz çatdırmaq olmaz, səbirsiz çatdırmaq olmaz. Haqqı çatdırmağın yolu budur ki, bir qədər dözümlü yanaşasın. Deyəsən, indi tədricən gələrlər, başa düşər, haqqı anlayar. Hövsələsizlik haqqı çatdırmaqda zor demək kimi görsənir. Elə bil ki, zorla öz istədiyi, hərçənd ki, doğrudan da haqq deyirsən. Haqqa sahib olmaqda bir hövsələsizlik də var. Bir səbirsizlik də var. Bunlar əks təsir göstərir. Ona görə də təkcə elm öyrənən zaman yox, həm də elmi çatdıran zaman helm lazımdır. Dözüm, hövsələ, səbir lazımdır. Hövsələ, səbir, helm elmdən bəhrələnməyə kömək eləyir. Hövsələsizlik elmli nəticəni məhv eləyir. Hövsələsizlik effektini azaldır elmin, helmsizlik. Çox gözəl əleyhissalam bu xütbədə bu iki xüsusiyyəti uzlaşdırır. Deyir, onlar elmi helmlə qarışdırırlar. Elmi helmlə qarışdırırlar, deməli bunları qarışdırmaq çətindir ki, demir ki, təvazökarlığı mehribanlıqla qarışdırırlar. Deyərlər, təvazökarlıq elə mehribanlıqla qarışar. Amma elm helmlə qarışması hünərdir. Çünki elmdə, bir daha deyirəm, bir səbirsizlik var, hövsələsizlik var. Bilənin dözməyə çətin olur. Elm olsa, bir daha deyirəm, elm olmasa bildiyini insan deməyə tələsir, dinləmək istəmir, alternativ fikrə səbr eləyə bilmir. Birinci bir söz dedi, yox, bu gün kimi aydındır, buna nə? Qoy danışsın insanlar, qoy danışsın, sözünü desin. Tələsmə. İzah eləyəndə helmlə izah elə, helmlə çatdır. İnsanın öz fikri düz də olsa, helmsiz olanda zay eləyir hər şeyi. Haqqı nahaq kimi başlayırsan göstərməyə, özündən asılı olmur. Haqlı ikən haqsız duruma düşürsən, nahaq duruma düşürsən, səhv duruma düşürsən. Ümumiyyətlə, tələskənlik, kiçiklik, cılızlıq əlamətidir, tutumsuzluq əlamətidir. Bu, bir mənalı şəkildə belədir. İnsanın da təbiətində tələskənlik var. Allah Quranda buyurur ki, xuliqəl insan acula, min əcəl. İnsan, belə deyir, tələskənlikdən yaranıb, bu insanın təbiətidir. İnsanın təbiətinə xas xüsusiyyətdir. Və elmdə gələndə bu təbii xüsusiyyət olan tələskənliyə biraz da təkan verir. Onda dilləri elm hicabıdır. Onda dilləri ki, elm, belə deyək, tənəzzülə səbəb olur. Elmsiz elm nəzərdə tutulur. Bu elm süqut elətdirir insanı. Çünki elm qüdrət gətirir insana və insan tələsir bu qüdrətdən istifadə eləməyə. Çox incə məqamlardır. Əleyhissalamın bu xutbəsi şah əsəridir. Yəni bir insan Həzrət Əleyhissalamın imaməti haqqında bir dənə də hədis oxumasa, bəzi mətinlər var ki, göstərir ki, bunun sahibi məsumdur, qeyri-adi adamdır, Allahın hüccətidir. Əleyhissalamın məsumluğuna, Əleyhissalamın imamətinə dəlil tarixdən gətirməsək, hədisdən gətirənməsək, bax, bəzi mətinlər var, sözlər var, kəlamlar var ki, deyirsən ki, bunu adi adam deyə bilməz. Həmmam xütbəsini tövsiyə edirəm, dəfələrlə oxuyun. Ərəbcə bilməyənlər tərcüməsini oxusun. Görün, necə sapa düzülüb və hər sözü bir kitabdır. Həqiqətən bunu adi heç bir insan, nə qədər dünyada xətib var. Xütbə oxuyurlar, danışırlar. Bir dənə nümunə göstərin, bircə dənə. Buna mümkün deyil, bu bir çeşmədir, qaynayır içdən çıxır ki, birdən-birə biri gəlib, deyir ki, sifliyəl müttəqin, təqvalları mənim üçün vəsf elə, bu da başlayır danışmağa, elə bir sapa düzülüb və hər kəlməsində nə qədər altında dərin hikmətlər var. Bunu oxuyursan, bu insan məsumdur, Allahın hüccətidir. Ən gözəl dəlil budur, bu mətinlərdir.
Bu duaların mətnləridir, bu çıxışların mətnləridir. Elmlə helmi uzlaşdırırlar, təqvalılar. Alim var, sözünü deyir, xoş alimlərin halına. Sözünə irad tuturlar, dözümlü yanaşır, səbirlə yanaşır. Adam da var, tələskəndir, tez sərt reaksiya verir. Hə deyirsən, deyən hələ mən bunu oxuyanda sən filan. Bunların arasında şəxsiyyət baxımından çox fərq var. Bunlar yerlə göy qədər şəxsiyyət nöqteyi nəzərindən fərqlənir. Həlimlik təqvadan doğur. Əleyhissalam bu məsələyə işarə eləyir. Bunu da deyim ki, hövsələsizlik həm də elmə sahib olmağa da mane olur. Həm sahib olmağa, həm çatdırmağa mane olur. Çox uşaqlar var, elmdə müvəffəq olmur. Bilirsiniz niyə görə? Ona görə yox ki, istedadları yoxdur. Bax, bu tələskənlik, tez nəticəyə çatmaq mane olur ki, uşaq hövsələ ilə dərs oxusun. Bu istedadsızlığına işarə deyil, istedadsızlığın nəticəsi deyil. Nəticəyə tez çatmaq istəyi olur. Bugün oxuyur, istəyir bugün də bəhrələnsin. Hövsələsi çatmır. Necə ki, körpə uşağa hərf öyrədirsən, A, B və s. hərfləri öyrədirsən, onun üçün çox maraqsızdır. Amma bilmir ki, bir müddətdən sonra bu hərfləri biləndən sonra hansı əsərləri oxumaq imkanı olacaq. Onu anda başa düşmür. Helm odur ki, görəsən, biraz dözümlü olasan, gələcəkdə ondan bəhrələnmək üçün elmi səbirlə mənimsəyəsən, dözümlə mənimsəyəsən. Böyüdükcə də belədir. Təqvalılarda elmin yanında helm olmalıdır. Bu, uşaqlara, insanlara aşılanmalıdır. Həm tərbiyə zamanı, həm tədris zamanı. Bəzi alimlər var, məsələn, bugün deyir ki, semestr bitəndə imtahan götürmək effektiv yol deyil. Ümumiyyətlə, tez qiymət vermək tələbələrə yaxşı bir şey deyil. Qədim hozələrdə belə olmazdı, hozələrdə biraz gec imtahan eləyərdilər, əvvəllər. İndiki proqram bilmirəm necədir, amma tez-tez hər neçə aydan bir imtahan götürmək nəticəyə köklənməyə gətirib çıxardır, yaradıcılıq qabiliyyətini zəiflədir. Ümumiyyətlə, qiymətlə hər şeyi ölçmək düzgün bir şey deyil. Biraz fürsət ver, özünü elmi mühitdə göstərsin. Bu daha effektiv vasitədir. Bilinir də insan elmi əsərindən, filandan, danışığından bilinir ki, bu hansı elmin sahibidir. Qiymət sistemi bugün, bax, bu dəyərlərə bir qədər zid sistem. Demirəm, qiymət olmasın, amma bu qədər qiymət mərkəzli, belə deyək, sistem, qiymətə köklənmək yanlışdır. Bunu deyən, tənqid edən alimlər var. Tələskənliyə səbəb olur. Nəticə tez olsun, bunun üçün çalışır. Sözün qısası, elmin zinəti helmdir, dözümdür. Bunu da deyim ki, helmin də elmə ehtiyacı var. Helmin də elmə ehtiyacı var. Necə elmin helmə ehtiyacı var, helmin də elmə ehtiyacı var. Helm gərək elmlə dəyər tapsın. Nə mənada deyirəm bunu? Biri var, adam cahilcəsinə səbr eləyir. Bilmir nə baş verir, bilməyəndə dözmək asandır. Elə deyil, bilmirsən də onsuz da. Amma bir də var ki, görürsən nə baş verir, dözürsən. Görürsən nə baş verir, amma partlamırsan, özündən çıxmırsan. Tutaq ki, bir toplum səhv eləyir. Bir cəmiyyət, bütövlükdə bir toplum səhv yol gedir. Cahil bilmir ki, toplum səhv yol gedir. Səbri də asandır, bilmədiyi şeyin nə səbr. Bilmir axı, nə faciəli vəziyyətdir. Səbr eləmək asandır. Biri də var ki, alimdir, bütün zərərləri görür. Bilir ki, bugün baş verən 10 ildən sonra hansı zərərləri olacaq. Bunu görür, bilir. Bilə-bilə, eyni zamanda səbrlə oturur o cəmiyyətlə işləyirsə, bu belə deyək, helmə elmin kömək eləməsidir. Çünki elm bildikcə adam daha çox narahat olur axı. Daha çox narahat olur, çünki bilir faciənin dərinliyini. Cahilə nə var, o bilmir. Bilməyən də nəyə səbr edir? Belə bilir ki, hər şey öz qaydasındadır.
Amma bildikcə, gördükcə, yenə də hövsələ ilə həmin o cəmiyyətlə işləyəsən, bu peyğəmbərlərə xas xüsusiyyətdir. Bu peyğəmbərlərə uyğun xüsusiyyətdir. O adamın səbrinin dəyəri var. Bir alim zarafatca deyir ki, qoyunların mədəsində heç vaxt yara olmur, xora olmur. Çünki əsəbləri sakitdir. Görmürsünüz, qoyun əsəbləşsin. Qoyun əsəbləşmir, ot deyir, neyinirsə elə bilmir. Yanından birini aparırsan qurban kəsməyə, qoyun otlamağa davam edir. O dəfə mən orucluqda deyirdim ki, bir başımı qaldırmır ki, bu mənim axı neçə il dostum olub, bir yerdə otlamışıq, 10 ildir, 5 ildir, 3 ildir. Bunu demir. Başa düşmür, o qoyunun səbrinin nə dəyəri var. Bilmirdən nə baş verir. Bu dözür, öz içindədir. Ona görə də əsəbləri sakitdir, əsəb dərmanında atmır, əsəb xəstəliyi də yoxdur. Amma, bu kimi səbrin nə dəyəri var? İnsan var ki, belə səbrə sahib. Deyirsən, maşallah, səbirli adam deyil. Mən həlim insanamsa, sual verilməlidir, nə səbəbdən? Nə səbəbdən həlimsən? Bilirsən nə var, nə yox, həlimliyi qoruya bilirsən, müvazinəti qoruya bilirsən, dözümlə iş görürsən. Bax, bu bilib həlim olmağın dəyəri çoxdur. Ona görə əleyhissalam yanaşı deyir bu iki xüsusiyyəti. Vaxt çox uzatmayaq, ikinci xütbəmiz də var. İkinci hissəsinə keçək. Bu cümlənin. Buyurur ki, vəl qavlə bil əməl. Təqvalıların bir xüsusiyyəti də budur ki, sözü əməllə qarışdırır, uzlaşdırır. Yəni, əleyhissalam özü deyir, nə demişəm, and olsun Allaha, ona əməl eləmişəm. Bu böyük iddiadır. Sizə nəyə dəvət, mən bunu eləyəmərəm, açıq deyirəm. Mən buradan deyim ki, mən cəmaatı nəyə dəvət eləmişəm, onu eləmişəm. Təəssüf ki, deyə bilmirəm. Deyə bilmirəm, açıq deyirəm bunu. Bunu iddia eləmək çətin işdir. Özə təkcə məsumlar eləməyib. Mən alimlər də tanıyıram ki, bu iddianı eləyiblər. Deyirəm, mən nəyəsə əməl eləməmiş, onu cəmaata demirəm. Belə alimlər də var. Hətta Məfatih kitabının da deyirlər, təsirli olmasın. Belə bir, fərqli bir kitab deyil, o qədər də dua kitabları var. Deyirlər, bir dövrə bütün hamısını əməl eləyib, sonra o kitabı hazırlayıb da. Əməlin təsiridir. Ona görə görsən, yaşayır insanların içində. Dua kitabı deyəndə o gəlir. Hərçənd ki, nə qədər dua kitabı olub, var. Bunu məşq eləyək. Bu məşq eləmək tələb eləyir. Məsələn, deyək, çalışaq ki, sözümüzlə əməlimiz danışdıqsa, bilək ki, əməl eləmək lazımdır. Çalışdıqca danışdığımızı özümüz əməl eləyək. Dil pəhləvan olmaq bu zamanda çox asandır. Cəmaatı iyrəndirən hər şeydən dil pəhləvanlarıdır. Çox yorur adamı. Çünki çox dəyərli sözlər danışırlar. Söz görsən zay oldu, getdi. Sonra onu bir dəyərli adam da deyəndə deyilib də bu. Amma bu söz əməlsiz olanda çox pis təsir edir, çox pis. Böyük bir zərər vurur bu insanlar cəmiyyətə də, özlərinə də. Dil qabağa getdi, əməl qaldısa bu çox pis xüsusiyyətdir. Ümumiyyətlə, gəlin belə eləyək, nəsihət eləyəndə kimsə özümüzə baxaq. Gəlin sabahdan belə eləyək. Özümüzə baxaq. Demirəm ki, hər dillə əməl arasında uyğunsuzluq, riyakarlıq əlamətidir. Belə bir ittiham eləmirəm. Amma hər halda pis halətdir. Adam danışsın, öz əməl eləməsin. Əməllə sözün ziddiyyəti insan şəxsiyyətini zərbə altına qoyan bir şeydir. İnsan şəxsiyyətini aşağılayan bir şeydir. Bir dənə sizə söz deyim, yaddan çıxartmayaq. Hər dediyimiz söz bizim yaratdığımızdır. Biz sözü xəlq edirik, yaradırıq. Belə bir qayda var fəlsəfədə. Fəlsəfədə belə bir qayda var ki, biz nəsə yaratdıq, nəsə yarandısa heç vaxt yox olmur. Bilirsiniz də bunu? Maddə aləmində qaydasıdır, mənəvidə. Var olan şey həmişə var. Artıq yoxluq təsəvvür olunmur. Haldan hala düşə bilər, amma mövcuddur, var, həmişə var. Yaranan şey itmir. Vücud aləmində həmişə olacaq sənin dediyin söz, həmişə qalacaq. Biz ki, tövbə edirik, deyir, ilahi məni bağışla. Bağışlanın mənası bu deyil ki, o şeyləri aradan apar. Yox, o aradan getməyəcək artıq. Aradan getməyəcək. Deyirik ki, ay Allah, görməməzliyə vur. Tövbə budur.
Yəni görmədin elə bil. Nəticəsindən məni qoru. Bu söz ki biz danışırıq ha, hər birimiz harada olursa olsun. Biz yaradırıq və həmişə o söz qalacaq. Ona görə hərdən belə deyək, ekologiyanı, mənəvi ekologiyanı pozuruq bu sözlərlə. Çünki yaradıq qalacaq artıq. Səni Allah yaradıb, aləmi Allah yaradıb, sən də sözü yaratdın. Yaratdıqlarınla, dediklərinlə, danışdıqlarınla eyni sənsən. Bilirsiniz? Bunlar sənin əsərindir. Sən daxilindən eyniliyi var, o varlıq. Söz bir varlıqdır, həqiqət aləmində, varlıq aləmində mövcud olacaq. Biz hey nəsə istehsal edirik və biz o danışdığımız sözlər həmişə qalacaq. Gəlin neyniyək, sözlə əməli birləşdirək. Yaduza salın həmmam xutbəsinin başlanğıcı. O ki, deyir, mənə təqvalılar vəsfələr. Həzrət Əli Əsəlam necə başlayır? Məntiquhumus savab, dildən başlayır. Deyir, danışdıqları dürüsttür, dilləri təmizdir, düzdür. Da ancaq savab danışarlar, yəni faydalı. Birinci xüsusiyyət dildən başlayır. Düz danışarlar. Belə deyil, təsadüfən birdən təqvalıları vəsf eləyəndə dedi ki, hesab kitab var da Məsumun sözündə. Diqqət edirlər sözlərinə. Mən bir dənə sizə qayda deyim, bir adam dilinə nəzarət eləsə düzələcək. Və dilvə başda nəzarət eləməyə düzələcək. Dilvə lazım olmayan sözü gətirməsən, həsəd ürəyindən gedəcək, təkəbbür ürəyindən gedəcək. Deyərsən, nə əlaqəsi? Əlaqəsi budur ki, təkəbbürə danışdığın söz yem verib böyüdür. Hava verirsən ona. Həsədə, paxıllığa qeybət yem verir, danışdıqca onu böyüdürsən. Amma elə ki, suyun kəsdin, havasını kəsdin, yəni danışmadın, o yavaş-yavaş içində zəifləyir və ölür. Ona görə də dili islah eləsən, hər şey düzələr. Dilinə nəzarət eləyən adam çox böyük səbrə sahib olur. Dilin düzdürsə, hər işin düzdür. Dilin düzdürsə, hər işin düzdür. Kiçik bir üzvdür, amma çox önəmlidir. Bu hədisi çox eşitmişsiniz. Deyir, səhər asılamda dil bədən üzvlərinə deyir, necəsiz? Hamısı deyir ki, sən imkan versən salamat. Sən aman versən yaxşı. Sənin ucbatından başımıza nə gəlirsə, sənin ucbatından gəlir. Adam var, dilinə nə gəlirsə Allah sözüdür. Belə, dilini belə təmizləmiş adamlar var. Danışsın, bilirsən ki, hikmətlə asılır dili. Danışdığı söz elə bil ki, vəhdir. Hədislərdə var, təqvalıların sözü vəh mərtəbəsində. Yəni, nəfsi ki, aradan apardın, onu da nəylə aradan apararsan? Sükutla. Sükut o demək, elə oturursan, bəzilərində ədasını çıxardır, arifliyin. O yox, sükut odur ki, dilvə ciddi nəzarət eləyəsən. Bir dənə də söz deyim, bitirim bu mövzunu, keçək ikinci xutbəyə. Bunu deyim. Bəzən çox maraqlı məsələdir bu. Bunu mən öz fikrim deyil, amma özümdə təcrübə eləmişəm. Bəzən biz kiməsə söz deyirik, kimisə nəsiyyət edirik, nəsə edirik. Diqqət eləsək görürük ki, özümüzə hamıdan daha çox lazımdır həmin söz. Bir söz danışanda diqqət eləyək. Niyə görə məhz bu söz bugün mənim dilimə gəldi? Bəzən Allah hadisələri elə tənzimləyir ki, biz özümüzə lazım olan sözü kiməsə deyək ki, özümüz eşidək. O belə bir şeylər olur həyatda. Allah dilvə salır özvə lazım olan sözü, təsadüf deyil. Nəsə bir hadisə baş verdi, birinə ağıl qoyursan da filan, sonra görürsən ki, özvə deyilməli söz idi bu, özünü özvə dedin. O qədər olub məndə belə şey, o qədər olub. Demişəm, indi elə bil eşidirəm, özümə lazım idi bu. Səni Allah o sözü özün dilindən eşitdirmək üçün xeyli hadisələr tənzimləyib ki, sən o sözü özünə eşitdirəsən. Gəlin, məşq eləyək. Sadəcə bu şeylər məşq tələb edir. Söhbəti eşidib demək, bu deyil. Məşq, praktiki, əməlli başlı məşq eləmək tələb edir. Bir, neynəyək? Nəzarət eləyək dilimizə. İkincisi, diqqətli olaq ki, danışsaq, səy eləyək, onu əməl eləyək. Çalışaq, onu əməl eləyək. Onda nə olacaq? Az danışacaq. Çünki biləcək ki, danışdığımızın məsuliyyəti var.
Adam var, dır, hamıya ağıl qoyur, sosial şəbəkədə, real həyatda, haçan görsən nəsihət məqamındadır. Bu başa düşsə ki, əməl tələb olunacaq bu sözlərə görə, söhbətini azaldar biraz. Səlahiyyət bilməz özündə bu qədər danışmağa. Bəzən biz qaza gəlib elə sözlər danışırıq ki, valla 1%-nə inanmamışıq öz sözümüzün, özümüz inanmamışıq. Bir gülünc vəziyyətə düşürük biz. Nə qədər adam inanmadığını danışsın. Bunu bir ilk növbədə özümə deyirəm. Adam hərdən vicdan əzabı çəkir. Danışmaq çox asandır, amma Allah narahat olur. Danışıb əməl eləməyəndən. Quranda buyurur ki, limə təqulunə mə lə təfəlun. Niyə eləmədiyinizi danışırsınız? Dilvə nəzarət elə. Bilmədiyin şeyi soruşanda, deyirəm, bilmirəm. Başlama sözü oyan bəyan əyməyə. Əllamət Təbətəbai kimi alim adam 3 dəfə deyərdi, bilmirəm. Bu şəkildə dillərinə nəzarət eləyərdilər, daxillərinə nəzarət eləyərdilər. Bizim işimiz çox çətindir valla. Burada dayananların işi. Bəzi adamlar var ki, can atır. Az qalıram, bilirəm, böyük bir şərəfdir insanlara xidmət eləmək. Gedir oxumağa, az qalırsan, mane olasan ki, sən Allah başına iş açma. Adamda hərdən, düz söz deyil bu. Gərək təşviq eləsən, oxusun, savadlı olsun, xidmət eləsin. Amma işin çətinliyini də görəndə burada dayananların ayrıca hesab kitabı var qiyamətdə. Bunu başa düşmüşəm mən, özüm üçün başa düşmüşəm. Buradan deyirəm, ay cəmaat, Allaha belə təvəkkül edin falan, düş bu minbərdən sabahın dərdini çək. Sabah necə oldu bu, danışdığınla bu halın necə uyğundur bir-birinə? Amma bir ölkədə xüsusilə ruhanilər, siyasətçilər, ziyalılar düz danışsa, sözü ilə əməli düz gəlsə bir xalq nicat tapar. Bir millət nicat tapar. Bir alim deyir, getdim bir nəfərin yanına Məşəddə dedim istixarə eləməm üçün. Dedi, get daxil ol hərəmə, gör cəmaat məsələn sənə nə deyir, nə sual verir. Bəlkə o sualların cavabında özün də cavabını tapdın. Deyir, getdim, oturdum orada bir nəfər yaxınlaşdı, bir sual verdi mənə. Sual verdi, cavab verdim, sonra gördüm ki, elə bu istixarə yox, özümə lazım olan məsləhəti buna verdim. Allah bəzən belə tənzimləyir işləri. Allahümmə və əntiqni bil-huda. Bunu çox dua eləyək. İlahi, mənim dilimi danışdır, necə hidayətə səbəb olsun sözlərim. Hidayət üçün danışım, özüm və başqaları. Allah bəzən öz dilimizə haqq sözləri salır ki, öz bəhanəmizi kəssin. Deyəndə ki, bilmirdim, necə deyirdin bunu hamıya. Onda söz qalmayacaq, bir var eşitmədi və dilinlə deyirdin. Ona görə də Əleyhisselam buyurur ki, təqvalılar elmi elmlə birləşdirər, sözü də əməllə birləşdirər. Bu qədər inşallah gələn həftə qismət olsa davam eləyərik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Olunan xütbənin qəlblərimizdə təsirli olmasına, günahlarımızın bağışlanmasına, dualarımızın, ibadətlərimizin, etdiyimiz itaətlərin qəbul olmasına, xanım Fatimə-i Zəhra, salamullah əleyhanın, pak və müqəddəs olan ruhuna salavat deyək. Allahümmə səlli alə Muhammed və al. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril müminin ve ala Fatimetiz Zahra ve ala'l Hasan ve'l Huseyn ve Ali ibn'l Huseyn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Huccetil Qaimil Mehdi. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sözümə bu ayə ilə başlamaq istəyirəm.
məşhur ayədir, çox eşitmişsiniz. Keçmişdə də toxunmuşuq, amma bugün bu neçə dəqiqədə biraz fərqli şəkildə eyni bu mövzuya toxunmaq istəyirəm. Bilirəm ki, sizin üçün maraqlı olacaq, yəni lazımlıdır deyə maraqlıdır. Yəni vacib məsələlərdən biridir. Biraz nəzəri mövzudur, amma nəzəri danışdıqdan sonra bəzən kömək olur insan onu həyata da tətbiq eləsin. Əllədinə qalu Rabbunallah thumma istaqamu tətənəzzəlu aleyhimul mələikə əllə təxafu və lə təhzənu. Buyurur ki, o kəslər ki, dedilər Rəbbimiz Allahdır. Rəbbimiz Allah deyib möhkəm dayanan insanlara mələklər nazil olar. Mələklər nazil olar və deyər ki, qorxmayın və kədərlənməyin, qəmlənməyin. Nə gözəl müjdə var bu ayədə. Nə qədər ləzzəti var bu halın ki, bəyan eləmək mümkün deyil. Biz bir qorxulu aləmdə yaşayırıq da, bura vəhşət evidir, bilirsiniz? Vəhşət evidir, qorxulu bir yerdir. Qorxulu olmağın da səbəbi çox şeydir ki, insanın hər şeyini əlindən ala biləcək yerdir. Nə qədər buradasan, əmin-amanlıqda deyilsən ki, imanda qalacaqsan. Dünyanın bir qorxusu budur, bax. Buradan köçəndən sonra artıq bəllidir də, axirətdə, cənnətdə iman itirmək qorxusu yoxdur. Amma buradasan, elə həmişə yoxluqla varlığın arasındasan sən. Bura bir təhlükəli bir yerdir. Belə bir qorxulu yerdə mələk gələ sənə, qulağıva deyək ki, qorxma. Qorxma və kədərlənmə, şad ol, sevin. Dünyanın hamısını versələr bu ilə müqayisədə azdır. Allah müjdə verir. Dedilər Allah, biraz da möhkəm sözlərin üstündə dayandılar. Hər küləklə əyilmədilər ora-bura, dayanıb sabit getdilər, nəticəsi var. Bu çoxları deyir ki, dünyaya aid deyən mələklər nazil olur. İlham olunur onlara ki, qorxmayın və kədərlənməyin, yəni şad olun, öz keyfinizdə olun. Və gələcəklə də müjdə verir. İndi də şad ol, gələcəkdə də deyir, cənnət müjdəsi verir onlara. Gələcəyiniz də xoşbəxtdir, indi də şad olun, sevinç içində olun. Bu ayədən çıxış eləyib mövzumuz istəyirəm, bunun şadlıq olsun, sevinç, sevinç haqqında danışaq. Sevinç ən çox məzlum mövzulardan biridir. Biz elə bilirik ki, dünyada ki, konsertlər verirlər səhərdən axşamazdan. Cəmaatı sevincə dəvət edirlər. Cəmaatın da çoxu elə bilir şaddır. Bu belə. Qəm içindədir, qəlbində matəmdir. Elə bilir şaddır. Dünyanı belə cəhənnəmə çeviriblər. Elə bilirlər şaddır, səthi, hissiyatı, ehtirası, adi hissləri, üzdə olan hissləri təhrik edir, oyna, ayağı vur yerə filan, şadıq, biz pozitivik, bu şadlıq deyil, bu qəmdir, şadlıq kimi görünür. İçində bunun matəmdir bu insanların. Dinimizin əsas məqsədi nədir? Din nə qədər məzlumdur ki, qəm dini kimi tanınıb, amma dinin əsas məqsədi insanları şadlığa çatdırmaqdır. Qəm haqqında hədislər, ayələrdə elə şadlıq qarışıq qəmlə danışır. Acı qəmlə danışmır, bunu keçmişdə demişik. Bu dinin əsas məqsədi sevincə çatdırmaqdır insanları. Çünki Allah bəndələrini, varlığı nə üçün yaradıb? Sevinc bəxş eləmək üçün. Bu qədər sadədir. Allahın başqa bir qərəzi yoxdur. Allah feyz verir, şadlıq verir, sevindirmək üçün xəlq eləyib, dərdə salmaq üçün yox. Heç bir əziyyət, heç bir qəm, qüssə yaxşı şey deyil. Bunu yadda saxlayın, qaydadır. Bir istisna ilə. Şadlığa çatmağın müqəddiməsi olsa, onda qəm qəbul ediləndir. Bir qəm ki, səni şadlığa çatdırır. Bir əziyyət ki, səni şadlığa çatdırır. Hər bir fəaliyyət şadlıqla nəticələnməlidir. Meyar verirəm sizə. Necə ki, fabrikdə konveyerlər olur. Görürsən, konveyer, xam mal qoyulur, axırda məhsul çıxır da, elə deyil. Müxtəlif mərhələlər keçir, hazır məhsul olur. Bizim fəaliyyətimizin də məhsulu nədir? Bizim fəaliyyətimizin məhsulu sevincdir. Sevincdirsə biz düzük.
Sevinmir isə deməli nəsə düz deyil. Peyğəmbər gəlib insanlar şad olsun. İnsanları şad eləmək üçün gəlib.